Bugün futbol üzrə milli komandamız 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində 3-cü oyununa çıxacaq. Ayxan Abbasov baş məşqçi olduğu Milli Park de Prince'də Fransa yığmasının qonağı olacaq. Norveçli FIFA referisi 33 yaşlı Rohit Sagi Fransa-Azərbaycan qarşılaşmasını idarə edəcək. Oyunun start fiti isə Bakı vaxtı ilə saat 22:45-də səslənəcək. D qrupunda Fransa yığması 2 turdan sonra maksimum göstərici ilə liderdir. Millimiz isə Ukrayna ilə hərəyə 1-3-4-cü yerdədir. Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında oyun öncəsi açıq məşqi tutub milli komandamızın və ənənəvi olaraq maçdan öncə keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov və milli komanda müdafiəçisi Bəhlul Mustafazadə media nümayəndələrinin suallarını cavablandırdı. Rəqibə gəldikcə rəqib haqqında o qədər də danışmağa ehtiyac yoxdur. Önəmli olan bizim bu rəqibə qarşı necə reaksiya verəcəyimizdir meydanda. Bugün bütün hazırlıqlarımızı tamamlayacaq son məşqdən sonra və sabah meydana hər qarşı üçün mübarizə aparacaq. Yəni əlbəttə ki, oyundan öncə bütün komanda yoldaşlarımızla bu oyun haqqında söhbətlərimiz olur və komanda şəklində bu oyuna hazırlaşırıq və düşünürəm ki, burada təkcə bir nəfər yox, bütün komanda olaraq hamımız hazır olmalıyıq və bu barədə söhbətlərimiz çox olur. Ümumi götürdükdə hazırlığımız yaxşıdır deyə düşünürəm və sabah yaxşı mübarizə aparacaq. Bilirik ki, bu komandada ulduzlar oynayır. Amma biz də bu oyuna ciddi hazırlaşmışıq. Əlbəttə son oyundan sonra futbolçularımızın bu böyük komandalara qarşı mübarizəsi bizim üçün önəmlidir və inanıram ki, səfərdə rəqibin azarkeşi dəstəyi də olacaq, bilirik. Amma buna baxmayaraq futbolçularım mübarizədən çəkinməyəcəklər və bütün güclərini meydançada qoyacaqlar. Əlbəttə rəqib belə deyək, neçə ildir bir baş məşqçinin rəhbərliyi altında çıxış eləyir, dünya çempionu və Avropa çempionudur, bilirik. Amma bunlara baxmayaraq bizim üçün bu komandalara qarşı oynamağın özü də bir motivasiyadır.